Salam, trigonometrik tənliklər mövzusunda 135 nömrəli suala baxırıq. Əvvəlcə bu tənlikdə sol tərəfdə verilən hasili cəmə çevirməliyik. Bunun üçün sinus alfa vurulsun kosinus beta düsturunu bilməliyik. O da bərabərdir 2-də 1. İkisi də sinus olur. Sinus alfa plus beta üstəgəl sinus alfa minus beta. Deməli, buna əsasən yazsaq, sinus 3x vurulsun kosinus x bərabərdir 2-də 1 sinus 3x-dən x-i toplasaq 4x, 3x-dən x çıxsaq 2x sinus 2x. İndi burada 2 var bu hasilin əvvəlində. 2-ni də vuracağıq bunun cavabına. Yəni 2 vurulsun 2-də 1 sinus 4x üstəgəl sinus 2x bərabərdir. Sinus 4x üstəgəl 1 də sağ tərəfdir. Sinus 4x üstəgəl 1. Burada 2'lər ixtisar gedir. Sol tərəfdə alınır sinus 4x üstəgəl sinus 2x bərabərdir. Sağ tərəfdə də sinus 4x üstəgəl 1. Sinus 4x'lər islah gedir. Cavab sinus 2x bərabərdir 1. Deməli, sinus x bərabərdir 1 tənliyi. Tənliyin xüsusi halıdır. X bərabərdir 1'i 90 dərəcədə alır. Pi bölü 2 üstəgəl 2 pi k. Burada bucağımız 2x'dir. 2x bərabərdir pi bölü 2 üstəgəl 2 pi k. X'i tapırıq buradan. X'i tapanda hər tərəfi 2'yə böləcəyik. Pi bölü 4 üstəgəl pi k. Baxaq görək cavablara. Pi bölü 4 üstəgəl pi k düzgün cavab C variantı. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.